Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve tevellas salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve sellem salaten ve selamen daimeyn mutelazimin ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimna ma yenfa'ni ve zidni ilme. Sonra Buxar rahimehullah gətirir ki, hədisi zikr edərək Cabir bin Abdullah ondan rivayet olunur ki radiyallahu anh Ennen nebiyye sallallahu aleyhi ve selleme kal. Peygamberimiz sallallahu aleyhi ve sellem buyurmuştur. U'titu khamsen lem yu'tahunne ahadun qabli. Deyir ki mənə 5 xislət verilmiştir ki məndən qabaq heç bir peyğəmbərə bu verilməyib. Mənə 5 xislət verilmişdir. Bundan qabaq, yəni məndən qabaq heç bir peyğəmbərə verilməyibdir. Yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmə verilibdir. Nusirtu bir-ru'bi məsirətə şahr. Bir ay əvvəldən düşməninin qəlbinə qorxu salmaq ki, və mən ona qalib gələcəm. Bir ay əvvəl düşməninin qəlbinə qorxu salır ki, mən ona qalib gələcəm. Yəni ki, artıq deyək ki, müharibə olunacaqdır bir ay sonra filan yerdə. Məsələn, artıq bir ay əvvəldən düşmən qorxudan lərziyə gəlir ki, artıq nədir? Peyğəmbər sallallahu aleyhi ve sellemlə vuruşacaqdır. Dəhşətli şəkildə qəlbinə qorxu gəlir. Bu, yalnız Peyğəmbər sallallahu aleyhi ve sellemə verilmişdir. İkinci, وَجُعِلَتْ لِلْأَرْضُ مَسْجِدًا وَطَهُورًا. Allah Subhanahu ve Teala yer üzərini pak və səcdə olan yerləri pak edib ki, bütün yerlər, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem üçün pak olubdur. Təmiz olubdur. Yəni orada artıq nədir? İstədiyi yerdə namaz, ibadət nədir? Edə bilər. Yəni, təmiz dedikdə artıq oralar nədir? Bəzi peyğəmbərlərə görə xüsusidir. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Cu'illətilli art yer üzü mənim üçün səcdədə, yəni səcdə olunan yer, yəni ibadət etdiyim və nə deyir? Pak edilmişdir. Niyə? Fəəyyümə rəculun min ümməti ədrəkəthu salət fəlyusall. Mənim ümmətimdən nə vaxt ki, namazın vaxtı gəldikdə həmən yerdə, yəni istədiyi yerdə namaz qıla bilər. Həm pak, həm də səcdə, yəni ibadət yer etmişdir. Sonra gətirir ki, və uhillət li məğanim. Bu da həqiqətən də mühimdir. Və bütün qənimətləri götürmək mənə halal edilmişdir. Və ləm təhillə li əhədin qabli. Məndən qabaq heç bir peyğəmbərə icazə yox idi ki, qənimət götürsün. Təsəvvür bir yer fəth edirsən, orada nə qənimət var, əl vurmuşsan. Peyğəmbərlərə, aleyhissalam qabaqçı, çıxıb gedirlər. Amma Peyğəmbər s.ə.v bütün qənimətləri əldə etməyə icazə verilmişdir. Və u'titu şəfəə. Və həmçinin deyir, mənə şəfayətə icazə verilmiş, yəni əta edilmişdir. Nə şəfayətdir o? Qiyamət günü məqama mahmud deyirlər, yəni ki, tərifə layiq məqamda deyir, şəfayət vermək. Vermək üçün şəfayət etməyi. Həqiqətən də bu da nədir? Böyük bir məsələdir. Həm də orada şəfayət uzma var. Əzəmətli, böyük şəfayət. O da bəzi alimlər gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisinə etdiyi şəfayət idi ki, yəni ki, kafir oldu, amma şəfayətçi oldu. Dəh-dəh deyirlər. İki ayağının arasında gölməsə kimi orada odu qaynayacaq, yanacaq beyni.
qaynayacaqdır, içəridə qaynayacaq. Hətta elə biləcək ən ağır cəza bunundur, lakin ən yüngül cəza olmaydı. Allah qorusun. Sonra gətirir ki, və kənə nəbiyyə sallallahu aleyhi ve sellem yəb'athu ilə qavmihi xassa və bu'ithtu ilən-nəsi ammə. Və hər peyğəmbər öz qövmünə göndərildi. Hər peyğəmbər öz qövmünə göndərildi. Lakin mən isə, Peyğəmbər sallallahu əleyhi və səlləm isə bütün insanlara göndərilmişdi. Və deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, mən isə bütün insanlara göndərilmişəm. Ona görə də elə olurdu ki, bir yerdə, bir ərazidə deyək, bir məmləkət, bir neçə peyğəmbər olurdu. Bir vaxtda bir neçə peyğəmbər. Yəni onlar hamısı nədir? Öz ümmətinə göndərilirdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem isə bütün bəşəriyyətə göndərilibdir. في هذا الحديث أن النبي صلى الله عليه وسلم قال متحدثا بنعمة الله عليه وعلى أمته أوتيت خمسا والذي أعطاه هو الله وحصرها في خمس وإن كان أكثر كما بينه أهل العلم فهي تزيد على 13. Deyir ki, bu deyir Allah Subhanahu və Teala nemətidir ki, onun ümmətinin üzərinə bu 5 şey var. Həqiqətən də böyük bir nemət idi. Məsələn, döyüşə çıxırsan, bilmirsən kafirlə nətər olacaqdır. Hansı ki, ondan qabaqçı ümmətdə, Aleksandr Trabekat bilmirdi. Amma təsəvvür edər ki, Peyğəmbər sallallahu ümməti çıxır döyüşə və bilir ki, qabağındakı %100 artıq qorxu içindədir. %100 qabağındakı qorxu. Bu da həqiqətən də onun ümmətinin üzərinə böyük bir nemət idi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətin üzərinə böyük bir nemət idi. Yəni deyir, elm əhli gətirir ki, 13 dənə var. Başqa bir şeydə gəlibdir, 13 dənə. Yəni 5 şey yox, 13 şey. Təsəvvür elə. Bəzi əhlimdir, təzidu alə 13. Yəni artırılıbdır, var deyil, 13 dənə. Yəni ki, bu xas olaraq Peyğəmbər sallallahu əleyhi və səlləmə verilibdir. Və lakin hasərəhə Nəbi sallallahu əleyhi və səlləm fi hadisi kəmə cərat عدده أحيانا فبالتالي يقول 3 لا يكلمه الله يوم القيامة ويذكرهم ويقول في موضع آخر 3 لا يكلمه الله ويذكر غير أولين. Yəni, bu cür şeylər deyir, hədislərdə rivayət olunubdur. 3 şey var ki, deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm qiyamət günü onlarla danışmayacaqdır. Və sonra gətirir ki, 3 şey var ki, Allah Subhanahu ümumiyyətlə onlarla danışır. Bu cür şeylər deyir, gəlibdir. Hansı ki, 7 günah var ki, hansı ki, ağrıcı, həlak edici günah. Belə şeylər deyir, termin olaraq gəlibdir. Yəni ki, bu da 5 şey dedikdə, yəni elə 5 şey gəlibdir belə hədisdə. Lakin deyir, başqa yerlərdə başqa deyil, versiyalar gəlibdir. Bu artıq hara qalxır? 13-ə. 13-ə qədər nədir? Qalxır. Və həzə xamsun ləm yu'tahunna əhədun qabləhu sallallahu aleyhi və səlləm minə rusul və lə ənbiyə. Yəni, bu o deməkdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə gələn bu 5 şey öncəki Peyğəmbərə heç birinə gəlməyibdir. Məsələn, deyir ki, bir ay əvvəldən qorxutmaq o deməkdir ki, düşmənlərin artıq canına deyir, belə deyək, qorxu düşür, ağır qorxu düşür. Onlar deyir, artıq bir növ özlərinin məğlubiyyətini, belə deyir, acısını daha da hiss edirdilər. Və ru'bə əşəddu siləhin fəttəkin fi əduvvi. Yəni, fikir ver, deyir, o qorxu elə bir qorxuluydu, silahdan da daha şiddətli idi. Məsələn, silah gəlir, bilirsən ki, artıq gülləli öldürür səni. Və ya da qılıncla vurur öldürür. Yəni, deyir, o qorxu ki, qarşı-qarşıya gəlirsən, artıq heç nə yoxdur, səni öldürəcək. Ondan da, deyir, qat-qat şiddətli idi, təsəvvür elə. Ondan da, deyir, qat-qat şiddətli idi, deyir. Həmən o qorxu, deyir. Fəidə nəzələ bihi ru'b, əgər, deyir, bu, deyir, qorxu, deyir, nazil olduqda onlara, lə yumkün ən yəqirrə ləhu qarar və lə yumkün ən yuqabilu mər'ubəhu minhu. Deyir ki, bu, deyir, qorxu artıq onlara iqrar olduqda, bərqərar olduqda, deyir, onlar ya qaçırdılar, ya da, deyir, yəqifu alə qadamihi, ayaqlarının üzərində dura bilmirlər, əsirdilər, deyir. Fikir ver. O qorxu ki, artıq, deyir, nazil oldu onlara, ru'b deyirlər ərəbcə ona, ru'b. Bir var xavf, bir var ru'b. Ru'b xovfdan daha da şiddətlidir. Bir var qorxusan belə,
Biri var, it üzərinə bax, qıraqdan hürür, qorxusan. Bax, məsələn də belə misal gətirək. Biri var, it, ağzı qara köpək deyək, hürür, qorxursan. Onun hürdüyü vaxtı qorxmağın şiddəti, yoxsa dişlədiyi vaxtı? Dişlədiyi vaxtı təbii ki. Təsəvvür et ki, həmən dişlədiyi vaxtı deyək, o qorxu. Elə bir günə ki, səni öldürməz. Bir qabağa gəlirsən, artıq silahdır. Bilirsən ki, öləcəksən. Bu qorxu. Bir də var ki, artıq səni öldürübdür. Öldürülən qorxu deyə düşürdü onlara. Yəni o qədər deyir, əsmə gəldi. Lə yaqifu ala qadamihi deyir, öz ayaqlarının üzərində deyir, nə deyir, dura bilmirdilər. Yəni ağrıcı bir qorxuydu. مسيدا الشهر إذا أطلق النبي صلى الله عليه وسلم مسيرة المراد ما كان معروفا في عهده ولا يقال إن المراد مسيرة الشهر للطائرة مثل وللسيارة ولكن لما كان معروفا في عهده. Yani deyir ki, bir aylıq qorxu dedikdə, bəziləri deyir ki, görəsən bu təyyarə ilə olan bir aylıq qorxudur, yoxsa maşınla bir aylıq qorxudur. Xeyr, onun vaxtında, onun əhdində olan o vaxta aiddir. Yəni bir aylıq necə deyir, Peyğəmbər dövründə bir ay necə idi? Elə bir nədir? Qəsd olunurdu. Qorxu, yəni ki, qəlbində olan qorxu elə qəsd olunurdu o vaxt. Thumma hal hada naf'u thabun li ummatihi awla? Maraqlı sualdır. Yaxşı deyir, onda həmən o qorxu Peyğəmbər sallallahu dövründə o qorxu indi deyir ümmətimizdə varmı? Ki kafirlə qarşılaşmadan bir ay əvvəlinə qorxu düşsün. Məsələn, elan olunur ki, sabah 2 aydan sonra ayın neçəsində biz Ermənistana hücum eləyəcəyik. Yəni onda deyir, qorxu hiss olunurmu? Deyir. Şeyx gətirir ki, əz-zahir ənəhu səbidin li ümməti. Bəlidir, zahirən deyir, bu ümmətdə sabit olub. Var. Amma qaydaya bax. Li'annel murada bizalika nasaru dinihi və yadxul fihi'l ümmə. Deyir, o vaxtı deyir, şərt olar ki, o deyir, Peyğəmbər sallallahu hansı ki, dininə yardım etdi, bu deyir, baş verdi. O vaxtı o şərt olar ki, deyir, nədir, bu baş versin. Şərt olarsa, hansı şərtdir? Əndəkunu ümməti multəzimətin bimə cəbihi Nəbi sallallahu aleyhi ve sellem. O vaxt ki, deyir, baş verə bilər ki, ümmət Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyinə mültəzim olsun. Yəni, iltizam eləsin. Onda deyir, o hal baş verə bilər, deyir. Çünki deyir, dininə yardım etməlisən. Allah subhanahu buyurur, Yə yuhəllədinə əmənu in tənsurullah yansurukum. Ey iman gətirənlər, Allaha yardım edin ki, Allah da sizə yardım etsin. Ona görə Allahın dininə yardım etdiyin halda nədir? Bu baş verə bilər. Olubdur xilafət dövründə elə şeylər olub ki, məsələn, ayət kürsünü oxuyub dağlar üflə, dağlar silkələnibdir. Yəni, belə bir rəvayətlər gəlibdir. Yəni ki, Allah subhanahu və teala dininə yardım edərsənsə, təbii ki, nədir? O da olar. Hətta olubdur ümmətin sərkərdələri olub ki, yəni ki, deyək ki, 2 ay sonra Avropaya harasa hücum eləyəcəklər. Qorxudan əsiflər. Hansı ki, Eyyub Ənsari və yaxud da xaç yürüşləri dövründə qabağına çıxan nədir o kürd? Salahaddin Eyyubi adı çəkiləndə tir-tir əsirdilər. Yəni, bu olubdur. Yəni, belə şeylər nədir? Baş veribdir. Və hədə şərtu ləbuddə minhu və lihədə nəcidu həzəyimu azimətələn müslimiyən deyir, bu bir baş verir, lakin deyir, bu gün deyir, müsəlmanların həzimətidir, çox çətin andadılar. Və qablə ən əydən lənnəhum lən yansurullaha, çünki deyir, onlar Allaha yardım etmirlər. Yəni, Allahın dininə yardım etmirlər və buna görə deyir, müsəlmanlar həzimətə uğrayıblar. Yəni, Allahın dinindən uzaqlanır. Lənnəhum lən yansurullah və lən nəsarullah. Nəsarullah azza və cəllə nəsarahum. Onlar Allaha yardım etmədilər. Etmir və Allah da onlara yardım etmir. Allah subhanahu buyurur, İnna Allaha yudafi'u anillezine amanu. Allah subhanahu və teala iman gətirənləri müdafiə edir. Yəni qoruyur, yardım edir. İnna Allaha la yuhibbu kulle xavvanin kafur. Allah subhanahu və teala xain, alçaq kafirləri sevməz. Yəni Allah subhanahu və teala müdafiə edir möminləri. O vaxt
vaxta qədər ki, sən onun dinini düzgün qaydada yardım edib müdafiə edərsənsə. Yəni buradan görünür ki, dinində möhkəm olarsansa da, dinində bərk olarsansa da, etiqadında, tövhidində hansısa bir kafir dövlətinə müharibə elan etdikdə ona əsmə düşəcəkdir. Qorxu düşəcək. Yəni bu var. Demək bu ümmətdə nədir? Sabitdir. فهذا الناس لأمته لا يتم إلا بشرط أن تكون هذه الأمة على شرعة رسوله وسيرته. Yəni deyir, artıq deyir, bu şərtdir. Onlar deyir, Allah Rasulunun şəriətində olmalı və onunla gedərsə də bu baş verəcəkdir. Növbəti kəlməyə gəldikdə, Cu'ilətil ardu məscidən və tahuran, yer üzü mənim üçün pak və namazgah olması, yəni səcdəcah dedikdə namazgah olması. Hədə cümlətun cümlətə əmət li'ənnə qavlə cu'ilətil ardu ləfsun əmun li'ənnə lil-umumi və leysə li-bəyəni həqiqət və lə-əhd mə'nəhu cu'ilətil kulli ardu məscidən və tahura. Və binən alə hədə fəinnənə nəqul əyyü ardın qalə innəhu lə yəsihhu salətə fiyhə fəaleyhi dəlil li'ənnə hədə ləfsun əm. Və binən alə zəlikə ləv salləl yesən fi tariqə salətə sahih. Deyir ki, yer üzü mənim üçün pak və təmiz namazgah olması, mənim üçün pak və namazgah olması deyir, o deməkdir ki, insan hansı yerdə namaz qılırsa qılsın, onun üçün səhihdir. Bir müsəlman harda namaz qılırsa qılsın, onun üçün səhihdir, icazəlidir və namaz batil deyil. Məsələn, deyir ki, bir insan deyir, tavanın altında qılır. Tavan, səqf, tavandır da, tavanın altında nədir? Namaz qılır. O deyir, yerdə döydə, orada qılır. Sual verir də. Deyir, icazəlidirmi? Deyir, o daha deyir, minbəbil obilə də, yəni. Yer üzündə haradasa deyir, nəsə deyir, ola bilər. Amma oradan da nədir? Təmizdə. Ona görə deyir, icazəlidir, problem yoxdur. Fəyə sallə fi mübərəkəl qannəm və qullə salət sahih. Yəni deyir, məsəl üçün deyir, heyvanların deyir, keçən dərslərdədir ki, axırlarında namaz qılmaq, tölələrdə namaz qılmaq, bunlar hamısı deyir, nədir? İcazəlidir. Lakin icazə olmayan yer üzü sağ sual verərlər. Gətirirsən, deyirsən ki, yer üzü icazəlidir. Onda deyir, biz gedirik məqbərədə namaz qılmaq. Yəni, qəbirstanlıq olan yerdə. Onda gətirir ki, xeyr, orada deyir, artıq namaz qılmaq olmaz. Hətta deyir, sağında, solunda, önündə və arxanda qəbir varsa. Hətta qibliyə düşməsin, ha. Qibliyə düşməsin belə. Sağda, solda, arxada varsa da qəti şəkildə deyir, namaz qılmaq olmaz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Tirmizdə gələn hədisə deyir ki, Əl-ardu kullihə məssun illə məqbərətə vəl-həmməm. Yer üzü deyir, təmizdir. Yəni namaz qıla bilərsiniz. Yalnız qəbirstanlıq, məqbərə və bir də hamamda. O həmmam deyil, ümumi hamısı qəsd olunur. Orada nədir? Namaz qılmaq olmaz. Fəl məqbəratu lə yusalli fiyyə həttə fil ardı beyda illəti ləm yudfən fiyhə. Deyir ki, məqbərədə namaz qılmaq olmaz. Hətta deyir, yer üzündə hər yer ağ olsa belə, yəni ki, deyək ki, orada namaz heç şey üçün basırılmayıbdır. Amma nədir? Məqbərə var. Yəni, məqbərə, bildizə məqbərə nə deyirəm? Məqbərə var. Orada deyir, həmən yerdə olar olmaz, deyir olmaz. Yəni, baxsan, hələ basırılmayıbdır, amma bir dənə məqbərə var. Onun yanında da olar, deyir, yox, olmaz. Yəni, bir dənə ölü var da, bir dənə yer var. Yəni, istisnaları gətirəcəkdir. Fəizə dəmən dəxilətən fi nitaqil məqbərəti fəinəhu lə yusalli fiyhə. Yəni, deyir, o deyir, artıq qəbirstanlıq ərazisi sayılırsa da artıq nədir? Qılmaq olmaz. Gördünüz indi? Təzə salınıb bir dənə qəbir var, məqbərə var, bir dənə. Elə deyilmi? Artıq ərazi o ərazi olaraq sayılırsa da qəbirstanlıq ərazisi. Demək, olmaz. Namaz qılmaq olmaz. İndi məsələyə aydın gəldi, niyə olmaz bir dənə qəbirsan? Fəmədəmə dəxilə fi nitaqil məqbərə. Məqbərə ərazisidir, daxil olsa da. Lə yusalli fiyhə. Səvan kənə qubur əməmək və an yəminik və şiməl. Fərqi yoxdur. Önündə, arxanda, sağında, solunda olsa və olmasa. Olsa və olmasa. Fərqi yoxdur.
artıq bir dənə basılı və elan olunubsa da bu ərazi qəbirstanlıq ərazisidir, hökm olaraq daşınır. Hətta deyə boş bir ərazi olsa belə. ويستثنى ذلك صلاة جنازة لأنه ثبت أن النبي صلى الله عليه وسلم صلى على قبره. İstisnadır bir dənə cənazə namazı. Bəli. İstisnadır bir dənə cənazə namazı. إذا وجدت قبرا واحدا في البر في الخلاء فهل يجوز صلاة عنده؟ نقول أما إن جعلته بين يديك فإن صلاة لا تصح. لأن النبي صلى الله عليه وسلم لا تصلي إلى قبور. Deyir bir dənə deyir qəbir var deyir. Bir dənə deyir qəbir var. Yəni boş bir yerdir. Yəni o tərəfə yox, biraz qıraqda deyir qılmaq olar, deyir olmaz deyir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, "La tusalli ilə qubur." Qəbrə tərəf deyir namaz qılmayın. Fərqi yoxdur deyir. Olmaz yəni. Və amma izə kana xalfaka an yamin an şimal fala bas. Əgər deyir qiblə tərəfdə döysə, sağda, soldadırsa da bəzi istisna var. Bir dənə qəbirdir. Bax bir dənə deyirsə elan olunubdur, bir dənə qəbirdir. Lakin qiblə tərəfə yox, sənin demək arxana düşür. Məsələn. İstisnadır deyir, orada hansı hal? Tənbih var. Əllə taqsidə salətə ində hədəl qabr. Sən deyir, bu qəbirə məqsədi ilə namaz qılmırsan. Məsələn, falan övliyan qəbri oradadır. Başa düşdün? Gedək onun böhründə namaz qılaq. Yəni deyir, bunu qəsd etmirsənsə də لأن هذا ينبع التي فيها هذا القبر شريفة مبارك وهذا لا يجوز. Yəni deyirsən ki, bu gün şey deyirlər də, məsələn deyək, Nizami Gəncəvin böhründə gedirlər, bəzi firqələr var ki, namaz qılırlar ki, bu şərəfli bir şey qəbirdir. Aydındır və yaxud da ona açıq dua edirlər və s. və iləx. Bu qəsdən deyir, gedib eləyirsənsə də olmaz. Və yaxud da ki, bəzilər gedib Peyğəmbər sallallahu aleyhi ve səlləmin məsciddə olan böhründə iminli qəsd odur ki, orada namaz qılın. Çünki Peyğəmbər də şərəflidir, nəsə olar, bəlkə bir xeyir belə. Belə şeylər də qəti şəkildə olmaz. Mimmə dəllə dəlilu alə ənəhu lə yusalli fihi aydan. Ətanu lim. Yəni deyir, əgər belə şeylər baş verirsə deyir, nədir? Olmaz, bu deyir, caiz deyir. Lakin istisnalardan bəziləri gətirilir ki, əgər deyir, məsələn, qəbir ərazisini keçmisən, deyək ki, reşotqadır, reşotqanı çıxıbsan, ərazi deyirlər, amma baxmayaraq deyir, namaz qılanda arxana düşür. Evin var da, orada yoxdur mu? Çoxdur. Qıraqlar, o qədər evlər var ki, bu deyir, qəbirstanlığın qıraqlarında. Yəni deyir, artıq onun ərazisini keçdinsə də, orada problem yoxdur artıq. Ərazisini keçdinsə də, artıq problem yoxdur. Hətta bəziləri deyir ki, təzə qoyulubdur, çəkilməyibdir, amma bir dənə qəbir var da, tam elan olunmuyubsa da, arxana düşürsə də, sağına sonra arxana düşürsə də, məsafə varsa da, orada yəni tənbih var. Tənbih, nədir tənbih? Yer yoxdursa, istisna şəkillər. Amma tam elan olunmuyubdur. Elan olsa da, ərazini keçirsən, qıraqda qılırsan. Yəni, bilmirsən, elə olub, baxsan, arxada qəbir var, elan olunmuyubdur, bilinmir, amma qəbirdir, basırıqlar. Və nə inirsən? Namaz qılırsan. Bu gün var, var. Məsələn, bu gün adətdir, yolun qırağında var ya da kimsə dünyasındaysa, yolun qırağına basırırlar. Var, yoxdur, çoxdur. Sən də maşın saxladın, namaz qıldığın vaxtıdır. Artıq sənin o qəbirə bu hökm neynəmir? Daşımır. Ona adiyyəti yoxdur. Aydın oldu, qardaş, yəni istisnalar var. Ona görə gedirsən, qabağa dursan, qəbirstanlıq hökmdə elə, arxa, o arxadadır. Sən gef nədir? Namazını qılırsan. Amma qibləyə düşməmək şərti ilə ha. Biraz qabağa geçsin, ya arxana, ya soluna, ya sağına nədir? Düşürsə də orada problem yoxdur. Ona görə belə istisnalar var, qardaşlar. Belə istisnalar var. Və sonra şeyx gətirir, hansı ki, tövlədə namaz qılmağı və bilir ki, qadağan olunur. Nədir? Yalnız dəvənin tövləsində olmaz. Bu da istisnalardır. Gələcəkdir. Hansı hallar var, niyə yoxdur, niyə olmaz. Burada kifayət edər inşallah. Allah subhanahu bizə faydalanlardan etsin. Yarısına gələn dərs keçər inşallah. Subhanakallahumma və bihamdik. Əşhədu an la ilaha illə əntə əstəğfiruka və etûbü ileyk.